Mədinə şəhəri Həzrəti Peyğəmbərin qəbrinin evinin kənarı Bəqi qəbirstanlığıdır. Maşallah qəbirstanlığın asanlığı da indi verilir ki, baxmaq da mümkün deyil. Yəni heç hər tərəfi əvvəl biz keçən il 1-2 il bundan qabaqdan sağdan gedirdik. Sertifikanın üstüne belə çıxırdın da, oradan indi oranı da bağladılar artıq, oranı da getmək mümkündür. Yox da elə onu deyirəm da, yəni asar deyə bax, göz kişilər qaçırlar ki. Kişilər görürlər, xanımlara, qıraqdan yanıb ora baxmaq mümkün deyil. Yəni icazə vermirlər. Bəqi qəbirstanlığı 1-2 yetim uşaqların olublar. Bəqi qəbirstanlığın ərazisi Peyğəmbər dövründə, Peyğəmbər Məkkədən Mədiniyə hicrət elədi. Məkkədən Mədiniyə hicrət elədiyi zaman bu ərazi 2 yetim uşağın olub. O 2 yetim uşağından 5 bərabərin, bəlkə də 10 bərabər pulunu verib Həzrəti Peyğəmbər o ərazini onlardan satın alıb ki, evinin düz kənarı, bütün əhli əyalı, o bizə bir tayfa qəbirstanlığı deyirdilər də, eyni həmən bir şey. Bu qəbirstanlıqda çox insanlar dəfn oldu. 4 imam qəbridir. Bax, düz məhz niyə burada dayandım? Bax, düz bax bu üzbəyüzdə 4 imamın qəbridir. 2-ci imam İmam Həsən, 4-cü imam İmam Zeynul Abidin, 5-ci imam İmam Muhammed Baqir və 6-cı imam İmam Cəfər Sadiq əleyhissalam. 4 dənə yanbayan qəbirdir ki, onlar imamların qəbridir. Ondan sonra burada İbn Abbasın qəbri var. Həzrəti Peyğəmbərin bir rəvayətə görə Həzrəti Peyğəmbərin əmsi İbn Abbasın qəbri buradadır. Ondan sonra Həzrəti Əli əleyhissalamın anası Fatimə binti Əsədin qəbri buradadır. Əvvəlfəz ağanın anası Ümmülbənin ikisi yanbayandır. Ümmülbənin əleyhissalamla Fatimə binti Əsəd ikisinin qəbri burada yanbayandır. Kərbəla əsirlərin karvanı ki Suriya, Şamdan azad oldular. Onlar birbaşa Mədiniyə gəldilər. Və bax, bu yerə gəldi Xanım Zeynəbin karvanı. Xanım Zeynəbin karvanı bax bu məkana gəldi. Həzrəti İmam Hüseyin əleyhissalam, Əvvəlfəz ağa və sair Kərbəla şəhidləri şəhid oldular. Ondan sonra karvan gəldi burada. Ümmülbənin əleyhissalam Həzrəti Əbülfəzin oğlunun əlindən tutdu, çıxdı karvana qarşılamağa ki, ana oğlum Hüseyin, ana oğlum Əbülfəz. Həmən bax bu yerdir ki, ondan sonra Həzrəti Əhl-i-Sünnə qardaşlarımızın 3-cü xəlifəsi Osmanlının da qəbri buradadır. Ondan sonra bir çox Qureyş tayfasından, bir çox Peyğəmbərin yaxınlarından, qohum əqrəbasından olan bu Bəqi qəbirstanlığında. Bəqi qəbirstanlığının özü də ki, torpaq olaraq Allahın əzəməti.